Herkese salamlar dostlar, necəsiz? Yəqin yaxşılar, şalar. Bugün sizlərlə birlikdə yeni bir car parking videosundayıq. Şalar, bugün car parking yeni güncəlləmə gəlibdi və mən də ilk öncə onu deyim. Ola bilər, məsələn, videonun yarılarında məsələn kəsilə bilər video. Biraz müsait bir yerdə deyiləm. Müsait bir yeri mən sizə bir dənə göstərsəm. Bir dəqiqə. Aha. Dəqiqə, bu nədir? Hə. Yəni heç müsait yerdə deyiləm, amma istəmirəm ki, videosuz qalasız. İnşallah maşın bazarındayım, başımı bıraxın. Yəni burada da mən sizə video çəkirəmsə, siz bir dənə like atmırsınız, nəsə da. Dəqiqə. Hə, elə danışdığım yerdə adam gəldi, maşın soruşdu, almadılar. Sağ olsunlar. Sağ olmasınlar deyim. Hər nəsə, yeni güncəlləmə gəldi car parkingə. Deyən görmə, bu dayı mənəyə bax. Maşına qəşəng qiymət deyirəm. Dayı gərilib mənlə məzənəli. Belə maşallah. Sonra çıxır ki, elə bildim alacaq bu dəqiqə. Hər nəsə, biz oyunumuza dönək. Buradan da maşın satıram. Realda da maşın satıram. Hər nəsə. Uşaqlar, car parkingə yeni bir güncəlləmə gəlibdi. Güncəlləmədə 5 dənə yeni maşınımız var. Mən birinci maşınları sizə göstərim. Birinci Lotus'dur. Sonra 2 dənə Dodge'dir. Biri sedanı, biri pick-up'ı. 2 dənə də hələ eventə gəlməmiş 2 dənə maşın var. Bunları da cəmaatda görürəm. Amma yəni burada yoxdur da, yəni görünmür. Yəni maşın satılan yerində görünmür. Yəqin ki, o nəsə özəlliklə, eventlə gələcək. Hər nəsə ona baxarıq. Dəqiq ətrafıma baxmağa çalışıram ki, məni içəri çöldən şizofren kimi görməsinlər ki, bu uşaq öz-özünə danışır. Neyinirik? Biz birinci uşaqlar bu maşınların hamısını stok eləmişəm. Baxın, motorlarına baxa bilərsiniz. Bax, 0-la 10 ayla. 410 ayla 432 HP ilə bu maşın bizə gəlir. Belə bir dənə Dodge'dir. Yəni sedanlı qara rəngdədir. Mən biraz belə modifiyə eləmişəm. Modifiyəyə gəlir. Amma qəşəng deyil, modifiyəsi yaxşıdır. Birinci şeylər bu maşınları yoxlayacağıq. İçinin dizaynına, məsələn, kapotların içinə falan karşı motoru necə yoxlayırdıq. Burada da o formada yoxlayacağıq. Bir dəqiqə. 5 saatdır bazardayam. 2-3 nəfər soruşur. Mən videomu çəkməyimi gözləyirlər. Külfətləmə elə bir ki, rayonun hamısını yığıblar, gəliblər, burada maşın soruşurlar. Hər nəsə, cəmaata nə pisliyin istəyirəm. Yaxşı ki, video qabaqlarına çıxmaz. Ad çəkmirəm ki, onsuz da. Və oyun da açılmadı ki, biz bir maşınımızı göstərək, qəşəng, incəliyək. Hə, açıldı. Amma uşaqlar, mən maşın belə sürməmişəm. Yəni çöldən bu formada sürməmişəm. Həqiqətən yəni qəşəngdir. İndi səsini mən sizə göstərəcəm. Yəni indi sürdüm, biraz yoxladım. Gəl səsinə baxa bir dənə. Bax. Bax, bir dənə bax. Həqiqətən uşaqlar, bu yəni bir də ki uşaqlar HP-lər dəyişiblər. Bizim əvvəlki 925 HP-miz indinin 1563 HP-sidir. Yəni 1563 eləməyə ehtiyac yoxdur. Yavaş gedəcək, düzdür. Amma yəni maşında səs vardı. İndi səsə var bir dənə. Səsi həqiqətən yerindədir. Yəni ki, yaxşıdır. Biz indi bunun sürətinə baxmalıyıq. Yolda nə qədər baxa bilsəm artıq. Bir dəqiqə. Hər nəysə. Aha. Bunu uşaqlar, məncə bir 200 ilə gedərək. Amma nömrəyə baxın bir dənə. PM yazmağa qorxdum, MP yazdım. O da onun nə mənası var? PM yaza bilərdim əslində. Nədir? PM-li maşın deyil, PM-lər qarondur. Çox dərlə getmir uşaqlar. Yavaş-yavaş gedir, baş gedir, hər nəsə. 190, 200'ə çıxsa yaxşıdır. Evet, çıxdı, qəşəng. İndi burada yol yəqin dayanacaq, bir dəqiqə. 300'a da çıxdı, bu 300 inanmıram, 250-də zadda dayanır. Bir dəqiqə. Bazarda da video çəkməlik yer deyil. Mənə elə baxırlar ki, elə bir şizofren zadım. Ay dədəm, vay, nətər mövcudur, kameradır, elə bilə kişi. Elə bir kameradır, mən nətər baxır. Hər nəsə bu uşaqları yoxladıq. Məncə 250-yə ayda içsiz adı yoxlamadı. Hə, iç meşanı indirməliyəm bir dəqiqə. İç meşanı indirək. Burada bir dəqiqə mən iç meşanı indirmişəm, tamam. Hə, oyundan əvvəl indirmişdim. İnternet çəkirəm bir dəqiqə. Ona görə yəni onlayn girə bilmirəm. Hə, bir də ki, Dünya Kupasına özel bir şey gəlibdi. Orada kol falan atmalıyıq. Bilmirəm nəsə hədiyyə emoji verir deyəsən. Hə, emoji verir. Bilmirəm elə oynasaxmı verir, yəni ondan başım çıxmır. Bilənləriniz varsa yorumda izah eləyərsiniz. Oynamışam da belə başım çıxmır. Nə etməliyik? Orada bildim penalti atırıq, amma penaltidə yəni qazandıq, sonra nə verir? Bir dənəsini qazandı, mənə heç vermədi. Yəni bilənləriniz varsa, zəhmət olmasa izah eləyərdiniz. Bu oyunda Allah qoysa açılacaq. Biz də videomuza çəkəcəyik. Hə, içi endirilibmiş. Oba, rola var bir dənə. Rola var bir dənə. Fil xortum. Bu nə boyda rolda?
Burada bir dənə GPS-imiz var. Bu yaxşıdır. Bu okeydir. Bu içi nə oldu la? Nə oldu la? Oo, bu nə tür qışqırır. Uşaqlardan bazara gəlməm siz həqiqətən gəlin. Çox maraqlı yerdə. Adam yəni sıxılmır da, həqiqətən maraqlı yerdir. Yəni İçi zadı yaxşılar. Bu maşını mən həqiqətən yəni səsinə, stok səsinə, öz yəni vidinə, görünüşünə 10 üzərindən 9 verərdi. 1 puanı da hardan qırıram? Cındırıq olsun deyə qırıram. Bu maşını çox şərəfsizcəsinə, çox pis vəziyyətdə yığmışam. Yəni diskisinin zadı bir dəqiqə gözləyin. Görün bu dayı mənə baxırmı? Soruşurmu? Soruşurmu? Baxdı, baxdı çıxdı getdi. Mən bunun bir dənə diskisini dəyişəcəm. Bundan belə xoşum gəlmədi. Bir dənə mən buna qəşəng belə bu yaxşıdır məncə. Aha. Bu maşın Dodge-dir. Bizə heç pisi o birisi maşından, sedan Dodge-dən heç pisi 574 heç pisi vidi fasonu çox pis vəziyyətdədir. Yəni mən olsam bu maşına pul verməzdim. Sadəcə yeni gələn maşındır. Aldım ki, yəni olsun məndə də. Yəni çox pis maşındır, çox bərbad maşın. Heç xoşuma gəlmədi bu maşın vidi. Yəni təkərləri çox balacadır. Maşının özü çox böyük. Bu ferizadə heç yerində olmayıb da. İndi içindən falan heç vaxt baxmamışam. Maşının özü oydu. O nə Opel'dir la? Opel'i bir dənə tuning eləyiblər. Adam elə bir ki BMW-dir. İçinə falan bir dəqiqə baxmamışam. Yəni bilmirəm necədir. Heç pisini də bilmirəm. Heç pisi 574-dür. Okey. Yəqin yığsam 1573 olacaq. Onu bir dənə yoxlayarıq. İçi, xoşuma gəldi. Bax buradakı bu ayrıntı çox xoşuma gəldi. Bilmirəm. Bu şey benzindir o, hə. Maşın belə hündür görünür, köhnədir içi. O deyil, o deyil. O kolonka var ya burada. Hə. İndi maşının bir dənə çölündən baxacağıq. Mən buna biraz coinli body kit falan takmışam. Bir də qabağına belə buynuz takmışam. Yəni çox boş bekar şeydir. Bir dənə də biz bunun səsinə baxaq. Gəlin səsinə bir dənə qulaq asaq. Bir dəqiqə. Yox, sedan Dodge yəni hissisi bundan az idi. Amma yəni bu ondan daha çox yaxşı səs çıxardır da. Bu amma yerindən götürmək falan yəni okeydir. Mən bunu stok vəziyyətdə saxlamışam bu dəqiqə. Amma mən sizə bir şey deyim, başa sürdükcə mənim o qədər xoşuma gələcək ki. Düzə nə deyə adam bir maşın xoşuna gəlmirsə, onu sürəndə, ondan çox vaxt keçirəndə çox xoşuma gəlir. Gözləyin. Buruqdur yoxsa? Buruqdur deyiləm. Buradan. Bax da qutar da. Qoymadı videomuzu çəkək. Gözləyin. Gözləyin, görək almır. Vaxtım aldı, əməli başlı vaxtım aldı. Hətta 2 ay qabaq qoyduğumuz təzə təkərləri dedi köhnə təkərdir. Vectra deyil, Astradır. Keçin mən baxın motorunuza. Bagaj bağlıyım yoxsa yox? Görür indi. Görək də. Qoymadılar çəkək. Uşaqlar elə bir şey bax, maşında 2 dənə sistem olur da. Biri mexanikadır, biri avtomatdır da, sürətlər qutusudur. Dayı ilə danışmışıq, qiyməti danışdıq. Vuruğuna baxdı, düz yoxdur. Təkərlərinə baxdı, hər yerinə baxdı. Axırda belədir, mexanikada avtomat dedim, mexanika belə Allah bazar versin. Düz 10 dəqiqədə onunla danışıram da. Üzülür sayın, özünüz yəqin videonun qabağı vermişsiniz. Bu maşının sürətini, o probka ilə deyirsən burada. Bu dəqiqə mən maşın göstərəcəm. Yəni hansı maşın deyib maraqlana bilərsə hamısını göstərəcəm. Narahat olmayın. Bir dənə biz öz maşınımıza bir baxaq. Allah prototiv gedirəm bu dəqiqə. Girməsək yaxşıdır. Qoy içdən sürək. Bu dəqiqə 200-ü gördü. Bax bu gedişlə neçənci skorsda 5-də olar məncə. Həvəsi dəyişmirsə 250 uşaqlar, 270 hətta. Mən deyərdim 270 falan ayda. Hər nəsə də girdi, sürətimiz azaldı. 270 falan. Bu yaxşıdır. Əsas şey Lotus'dadır uşaqlar. Lotus'a o qədər yəni mən onun üçün görmək istəyirəm ki, düz o varımdı amma dünən axşam saat 3-ə işləmişdi, gecə idi, yatmadım bu maşınları aldım deyə heç yoxlamadım. Bir dənə sizə onu göstərim, baxın. Mən bunu eləsəm əgər, baxın gördünüz neçəyə qalxdı? 1563-ə.
Yəni birbaşa 925 HP-miz olubdu 1560. Bu da yaxşı əlamətdir. Amma bizim əvvəlki 414 HP-lərimiz, 300 HP-lərimiz, nə bilim 99 HP-lərin hamısı düşüb aşağı. 1695-lər olub 96. Məsələn, mənim bir dənə kartalım var. Mən də o kartalı sizə göstərim. Xrom diski var idi. Xrom diski nə qədər gedibdi? Görürsünüz, burada 1695 HP idi, düşmüş 96 HP. Mən təzədən onu qaldırdım, elədim 1500-ə. Hər nəsə, bizim indi Lotusumuz. Bu Lotus çox qəşəng maşındır. HP-sinə bir dənə stok HP-si azdır. Bu niyə bu qədər azdır? 350 HP nədir? Dodge bundan sürətlidir ki. Bəni şok. Yəni belə sadə bir maşındır. Body kitlərinə falan bir dənə hər maşının baxaq. Bir dəqiqə klientin ən yaxşı olduğu vaxtı deyə. Yəni 2 dəqiqədən maşınızdan soruşur, ona görə videonu dayandırıram. Body kitləri şalar olduqca çoxdur. Yəni olduqca hər cürə yəni body kiti var da bunun. Bu nə şeydir? Hə, bu nədir? Premiumdan olandır. Yəni axtar ki, yəni gedir də hamısı, yəni get-gedə çoxalır. Yəni body kitləri falan hamısı normaldır. Biz o maşını indi yoxlayacağıq. Bir dənə əvvəlkilərin də body kitlərinə falan baxaq. Ha burada bu da odur ki, Dodge'nin video adam Allah'ımı o qədər əsəbləşdirdi ki. Bu Dodge'nin body kiti amma biraz azdır. Niyə? Çünki məsələn bu ferlər falan dəyişə bilməyiblər. Bu feri sadəcə belə ediblər. O da ki premium alsaq əgər, yəni mənasız bir şeydir də. Yəni bunda biraz azdır. Bunu daha da biraz yəni pis maşına görə biraz da body kitini çox eləsəydilər, o biraz yəni yaxşı olardı. Hətta Dodge çoxdur. Yəni bu Dodge-yə ona görə mən çox puan verdim. Body kitlərinə gələndə dəhşət çox, yəni spoiler olsun. Düz bu ferə falan çox deyil, Lotus kimi çox deyil, amma yenə də yəni spoiler falan cəhətdən daha çoxdur. Hə, indi biz nəyi yoxlayacaqdıq? Lotusu. Bir dənə Lotusun da sürətinə baxaq, özünə baxaq. Mən bir dəfə şeydə oynayacağam. Hayır, hardadır? Bir dəqiqə. Otoban. Bir dənə də yeni yer gəlibdir. Əvvəlki bizim pistimiz var idi, yarış pisti. Yuxarı tərəflərdə mountain, bir dəqiqə dağ, hə, dağ tərəfdə bir dənə şey var idi, yarış pisti. Bax, həmin yeri full dəyişiblər də, yəni bambaşqa bir yer eləyiblər. Orada yarışlar falan da olacaq. Məncə o iki maşını da həmin orada verəcək. Yəni yarışı qazanana həmin o iki maşın verəcəklər, amma mən o yarışı eləməyəcəm. Niyə eləyim də? Yəni cəmaatdan ala bilirəmsə niyə özümü əziyyətə sal? Yəni bir dənə özümü o qədər əziyyət salacağam. Yanında da bir dənə çizim verəcəm. Yəni çizim vermək daha yaxşıdır da. Lotusumuz bu formadadır. İçinə birinci bax, içinə endirməmişəm. Çox gümaşa endirmişəm. Bax bu yaxşı idi. Bax bu gözləmirdim belə bir şey. Bir dənə ayaqaltılar niyə dəmirdən də maraqlıdır mənə. Ayaqaltılar həqiqətən niyə dəmirdən də ayaqaltılar? Abi arxadan çıxırdıq bir dəqiqə. Gəlin birinci maşının səsinə baxın. Maşından əməlli başqa şey səs çıxır. Baxın. Oy, bu nədir? Həqiqi şey səs çıxır maşından. Amma sürətini indi bilmirəm, sürətlərini yoxlamamışam. Amma səsi həqiqətən maşının, yəni motorun səsi yaxşıdır. Bu maşın Dodge-dən də, o birisi həm sedan, həm pick-up Dodge-dən də, hər ikisindən də yavaşdır. Yavaş deyəndə, yəni hissisi çox az. 347 stok HP-dədir. Yəni mən yüksəltməmişəm. Yüksəltmişəm, hətta sonra yəni video üçün dayandırdım o yüksəltməyi. Bura hara çıxmış? Evet, buradan tüpəlimiz gedəcək. Yerindən götürməyə əladır. İçindən sürək biraz da. Aha. Bir dəqiqə mən bu trafiki bir daha bağlayıyorum. Hansı? Aha. 200, 200, elə 200. Amma bizlər 270-ə çıxır. Yəni bəyənmədiyimiz pick-up'ın sürəti bundan daha da sürətlidir. Yəni. Burada tüpələmiz yoxdur. Burada bunu yoxlayaq. 230, 250-ni görər. 250-ni görsən şükür edeyim. 47, 49, 50, 51, 50. Gedir ki bu. Çok getdi elə bilən. Skors hələ də atdı. Yo, atır ha. 6 skors da bu ha. 265. Yo, yaxşıdır, 265 yaxşıdır. Yəni 347 HP-yə görə 265 yaxşıdır. İndi bir dənə də son bir yer qaldı. O son bir yerə də istəyirəm ki, Dodge ilə gedək. Çünki Lotus biraz sürətdə. Bir də ki alır, mənim Mercedesim yox idi. O Mercedesi aldım dönən gecə. Dönən gecə hər şey eləmişəm də. Necədir Mercedes? Bax kimdir? Fikir verməyin. Ayda. Kənardan baxanlar deyir ki, bu uşaq telefondan danışır. Amma da bilmirlər ki, 20 min insanla danışıram. O 20 mindən də ən azı bir 100 nəfər baxır videoda. Bu Dodge ilə getmək istəyirəm. Burada Silverton. Yəni adını niyə belə qoyum? Əvvəl pisti idi, yarış pisti idi. Yəqin ki deyəsən yarış pisti idi də, hə? Çünki dəyişiblər. Yarış pisti idi. Adı dilimin ucundadır. Adını deyəcəm bu dəqiqə.
Yandan çıxdı, hər nəsə. Bu Silverton bu nə addır da, yarış pisti deyəcəm mən yenə. Yarış pisti belədir. Yəni burada şimdi burada spawn oluruq. Maşın, maşın çox şey görünür. Həqiqətən ya maşın çox şey görünür. Burada yəni McLaren nə idi? Burada Spaniya zat var ki, burada əməli başa qoyublar, ölkələrin bayraqlarını. Argentina var görsən. Axşama da oyun var axı uşaqlar, axşama oyun var. Gəlirəm qəşəng pivən oyda oturmuram, evimdə oturub ITV-dən telefondan baxıram. Deyəsən hündürdən danışın. Baxın, o McQueen falan gəlirdi, qırmızı maşın. O gəlirdi burada servisə falan tez bazar məsələ dəyişirdi. Uçur gedirdi. Hər nəsə. Burada uşaqlar belə bir dənə yer var. Yəqin ki bu hələ başlamayıbdı ya da başlayıb da mən internetsizəm deyə məndə görünmür. Burada yəni normal yarış edir. Keçən sezon nətəridirsə bu sezonda elədir. Yəni yarış da başlayaq bir dənə, başlamayaq bir şey. Bizə deyəsən bir rota verir. Burada xəritəni göstərmiş hələ ki. Göstərmiş. 5 kilometr. Keçən dəfə uşaqlar əməli başlayıb 18 kilometr yol getmək. Bu biraz azdır. Görürsən keçən sezonun yeri qaldı. O hardaydı ki hələ? Onu deyəsən götürdülər, Məncə oranı götürüblər. Yəni 5 kilometr məncə yaxşıdır. Bura mən 1-2 dəqiqə falan gedərəm, adam gəldi. Yəni güncəlləmə yaxşıdır. Mənə görə bu güncəlləmədə bir dənə pis maşın, hətta digər ikisi hələ gəlməyibdi. Onları da bir dənə videoda çəkib yoxlayacağam. Bax, bu qırmızı ilə bu yaşıl mənim favorim yaşıldır. Yaşıl o qədər qəşəng görünür ki, yəni. Bir dənə aralarında bu Dodge pick-up pisdir və indi əsas gəldik bayaqdan danışdığım maşına. Bir dənə maşın mahnı qoşubdu. Onu gözləyirəm ki, mahnı qutarsın. Aha. Gəldik maşınımıza. Göstərək bir dənə. 98-ci ildir. Dədələrimizə deyərsiniz, bəlkə maraqlandınız. 98-dir. 7600-ə. Bir dəqiqə. Zamanatı keçib qutarmadı, Zaman keçib qutarmaq ki, maşın göstərir. Bayaqdan bunu satmağa çalışıram, mexanikadır. Dədəvizə göstərirsə onun başı çıxacaq, mən sizə deyirəm. Yəni salon zadı belədir. İçinə də əməli başı led işıq zatı yığdırmışıq. Orada zatlı işıqlar zadı var. Hər nəsə, yəni belə maşındır da. Burada da yeməyimiz, içməyimiz, pastel falan. Belədir də yəni. Ay. Mahnı qoşdular, telif yiyəcəm, sıraz bax. Oturduq. Tez bazar uşaqlar oturdum, yəni maşını göstərdim. Maraqlanmaq istəyənlər 056. Doğrudan maraqlanmaq istəyənlər həqiqətən TikTokdan deməyə yazsınlar. TikTokda da adım oyun prosu TT-dir. Yəni Opel Astra adı maşının modeli. İndi başımız çıxmaz, bəlkə də başımız çıxır, bilmirəm. Yəni atanıza deyirsiniz, tez bazar o şeyə bağladım ki, qapınıza sonra oturdum çünki mahnı qoşdular kənarda. O da mənim videoma telif gətirir. Hər nəsə demək istəyirəm uşaqlar. Bu günlük bu qədər olsun. Gələn videolarda görüşərik. Bu yəni mənim ilk dəfə maşın bazarında maşın oyunu çəkdiyim videom olmuşdu. Maraqlıydı. Zamat mazğımı xarab eləməsəydim normal videomu çəkə bilərdim. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.